Hər vaxtınız xeyir, dəyərli dostlar. Bugün Azərbaycan dövlətçiliyi tarixində əlamətdar günlərdən biridir. Bildiyimiz kimi, təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı il dönümü qeyd olunur. Və əslində Azərbaycan xalqı tərəfindən tarixin müxtəlif dövrlərində yaradılan bütün dövlətlərdə bənzər qurumlar olub. Çünki dövlət varsa, müxtəlif təhlükəsizlik qurumları da mütləq olacaq. Ancaq biz başlanğıc kimi, müasir təhlükəsizlik orqanlarının yaradılmasının başlanğıcı kimi 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasına əsas götürürük. Nə deyə bilərəm? Qeyd etmək istəyirəm ki, təhlükəsizlik orqanı əməkdaşı olmaq son dərəcədə çətin, ağır və məşəqqətlidir və eyni zamanda o qədər də şərəflidir. Mən özüm də illər öncə qısa bir müddət ərzində, 5-6 illik bir müddət ərzində təhlükəsizlik orqanlarına əməkdaş olmuşam. Başdan deyim ki, məxfi heyətə daxil olmamışam. Hər hansı bir bildiyiniz o James Bond əməliyyatlarında heç zaman iştirak eləməmişəm. Sadəcə təhlilçi və hüquqşünas olaraq təhlükəsizlik orqanlarının deyək tərkibində fəaliyyət göstərmişəm və açıq adla ölkədə və xaricdə keçirilən tədbirlərdə də iştirak eləmişəm və çalışmışam ki, hər zaman ölkəmizin və xalqımızın, dövlətimizin maraqlarını imkanlarım daxilində, səlahiyyətlərim çərçivəsində təmin etməyə çalışım. Və hesab edirəm ki, buna da həmişə nail olmuşam. Və bu baxımdan mən bilirəm ki, təhlükəsizlik orqanı əməkdaşı olmaq bugün də çox çətindir, ağırdır, məşəqqətlidir. Fədakarlıq tələb edir, qısacası, bir sözlə ifadə eləsək. İnsanın özünü və yaxınlarını fəda edə bilməsi əsas şərtdir. Təhlükəsizlik orqanları əməkdaşları o məşhur deyimdə söylənildiyi kimi dostlar arasında gizli düşmənləri aşkarlaya bilməlidir və düşmənlər arasında özünə dost qazana bilməlidir. Bu da bir çox keyfiyyətlərin insanda cəmləşməsini tələb edir. Mən əminəm ki, Azərbaycan təhlükəsizlik orqanları bu dövrdə, müasir dövrdə bu işin öhdəsindən layiqincə gələcəklər və gəlirlər. Təbii ki, risklər çoxdur, təhdidlər həddindən artıq çoxdur. Baxmayaraq mən özüm neçə illər öncə təhlükəsizlik orqanlarının sıralarından ayrılmışam. Baxmayaraq heç bir məxfi heyətə aid olmamışam. Hətta bugün də mən üzərimdə bir çox psixoloji baskıları hiss eləyirəm, bu bilinir. Elə bir neçə gün əvvəl mənə bir WhatsApp zəngi gəlib. WhatsApp profilində İran nömrəsidir və fotoda bilinmir hansı cinsə mənsubdur. Təəssüflər olsun ki, və adı da yazır Napolyon Linsi. Fransız, İran və s. Özünüz anlayırsınız. İndi uzun illər öncə bu qurumdan gedən adama qarşı müəyyən risklər, təhdidlər varsa, siz təsəvvür edin, aktiv fəaliyyətdə olan əməkdaşlar üçün bu risklər, təhdidlər hansı səviyyədədir? Mən təhlükəsizlik qurumları əməkdaşlarının bütün rəhbərliyini, bütün şəxsi heyətini səmimi qəlbdən təbrik edirəm, ən xoş arzularımı çatdırıram və onlara arzulayıram ki, onların üzərinə düşən vəzifələrin icrasını həmişə layiqincə indiyə qədər olduğu kimi yerinə yetirsinlər. Təşəkkürlər.